Vəfa. Ay qız. Xanım qız. Ne olur? Eşitmirsən? Yox, kitab oxuyuram. Qulağında naushnik nə? Hə. Sevdiyim əsəri, sevdiyim musiqinin sədaları altında oxuyuram ki, kənar səslər mane olmasın. Aa, maraqlıdır. Qulağında naushniklə necə oxuyursan? Dur, gedək çörək yeyək. İstəmirəm, mən yeməyəcəm. İştahım yoxdur. Vəfa. Bilirəm, məndən incirmisən. Yox, inciməmişəm. Niyə inciyim ki? Səndən ilkin olmaz. Ay bala, sən mənə niyə eyni şey təkrarladırsan? Deyirəm, səndən ilkin olmaz. Niyə də, niyə? Bunun bir məntiqli açıqlaması olmalıdır ya, yox? Ay uşaq, sən niyə mənim hər kəlməmdə məntiq, məna axtarırsan? Deyirəm, olmaz da. Mən də deyirəm ki, niyə olmaz? Heç olmasa onu denən. Səbəbini denən ki, buna görə olmaz. Qızım, sən gəncsən, cavansan, ilkini sevirsən, çox şeyi görə bilmirsən. Sevil sənin düşündüyün qədər sadə qadın deyil. Mən indiyənə kimi o qadından pis bir şey görməmişəm. Üstəlik, Sevil bu xəbərə sevinib. Hansı xəbərə? İlkin deyib də evdə. Sevil də sevinib. Yəni, müsbət qarşılayıb, sənin kimi belə eləməyib. Qızım, yetimə gəl deyən çox olar. Mən sənin gələcəyin üçün çox narahatam. Mən belə başa düşürəm ki, bizim bu danışığımızın nəticəsi olmur. Çünki sən məni başa düşmürsən. Ona görə də icazə ver, mən gedim kitabımı oxuyum. İncimə. Heç olmasa bir tikə bir şey yeyərdin. İstəmirəm, özün yeyərsən. Ay Allah, mən hardan bilərdim iş belə çevriləcək. Ürəyim partlayacaq, mənim ürəyim partlayacaq. Ne oldu Turalamet? 4 buruduram sənə. Eybi yox. Hələ birinci hissədir, ikinci hissədə var qabaqdır ya. Çaylar geldi. Ana neyin sən çəkil? Qol. Ana 4-2 oldu ye. Bağışta ol, bağışta. Ayda. Gördük ki, nə demişdim sənə? Qabaqda ikinci hissə var, tələsmə. İkinci sənə bir dənə də 4-dən vuraram. O sənə də gəlir. Görərik. Baxaq. Gelir. Dur doğru. Aha, otur, götür. Aha. Ata biraz boşluq yanında. Yaxşı. Murad, get yatda bala. Sen derse gidebilmeyeceksin. Gel, 5 dəqiqəyə bitsin yatacaq. Gözlə. Hı? Götür. Soldayam. Murad. Ana.
Səhər dura bilməyəcəksən. Anan düzləyir. Vur! Gol! Gol! Vur bura gel. Bak görsən istəyəndə alınır. Bəs salam. Get yat. Getdi. Xeyrə qarşı get. Gol. Ne oldu? Ha, ne olur? Gol. Eybi yok, eybi yok. Ana o duramıyor Trelami. Afərin mənim balam. Mən bilirdim doktor səninlə bacara bilməyəcək. Doğrudan da əla oynayır. Bütün manevrləri əzbərə bilir, halal-dana. Mənim oğlum hər şeydə birincidir. Həqiqətən də əla oynayırsan. Afərin. Amma Murad mənə də qınama. Bizim dövrdə belə oyunlar yox idi. Bizim dövrdə, nə bilim, qaş tutdu, yetdi şüşə, ortada qaldı. Bunun kimi oyunlar oynayırdıq. Bizim dövrdə PlayStation nə gəzirdi, ha? Atam meleği değildi. Ne oldu Trelami? Ne diyorsun oynayak? Oynayaq da, uduzduğumu bilə-bilə bir də oynayacağım səni. Getdik. Başla. Revanşı alacağım səni, tələsmə. Göreceğiz. Baxarıq. Necə bir an içində hər şey alt üst olub getdi. Heyf o günlərə. Çox heyf. Murad onlardan öyrənmişdi bu oyunu. İndi isə Tural'la. Ne oldu? Eybi yox, eybi yox, tamam edək. Görəsən səhv eləmirəm ki, heç kimə inanmağım gəlmir. Hətta o qədər fədakarlıqdan sonra Turala da. Qadın ki bir dəfə sındı, bir daha heç kimə güvənə bilmir. Hakim, mən yenə də başa düşə bilmirəm. Niyə sən İlkin evlənməyini istəmirsən? Sevil, mən dedim axı, hələ tezdir evlənmək. Bunu bir neçə dəfə təkrar eləmişəm. Nəyə görə? Çünki qoy hələ biraz münasibətli olsunlar. Xasiyyətlərinə uyğunlaşsınlar bir-birini. Bilsinlər, dəqiq bilsinlər ki, onlar doğrudan da ailə qurmaq istəyirlər. De, evləndilər. Nə oldu? Biri aya, biri çaya. Yaxşı Ona görə. deyirsən ki, İlkin gəncdir, evlənə bilməz, hələ tezdir. Anar ki, gənc deyildi. Nə oldu? Ay sağ ol, ben indi gəlirsən mənim dediyimə. Anar, gənc vaxtı, səhv eləyib Nigara evlənmişdi. Sonra ağıllanmışdı, evləndi Aysel'e. Ki məndən qohum olsun, qabağa geçsin. Her şeyin öz vaxtı var. Sevil. Yox. Burada nəsə başqa bir şey var. Öyrənəcəm. Mütləq öyrənəcəm.
Ne oldu? Ha, nə olar? Go. Eybi yox, eybi yox. Ana oduramıyor Tralami. Aferin mənim balam. Mən bilirdim doktor səninlə bacara bilməyəcək. Doğrudan da əla oynayır. Bütün manevrləri əzbərə bilir, halal dana. Mənim oğlum hər şeydə birincidir. Olar. Əlbəttə gəl. Əyləş. Necəsən, yaxşısan? Yaxşı. Yaxşı oxşamırsan. Nigar. Nigar, aramızda çox şey oldu. Səhvlər də oldu, düzlər də. Amma mən bura dost kimi gəlmişəm. İstəyirəm mənə ürəyindəkini açıq deyəsən. Nə olub sənə? Yaxşıyam Leyla. Narahat olma. Amma bax, sən doğrudan da yaxşı deyilsən. Vəfa. Nə olub Vəfaya? Gel kızım gel. Aysel, səncə atan niyə İlkinin evlənməyinə razılıq vermir? Nə? Deyirəm ki, atan niyə istəmir ki, İlkin evlənsin? Papadır da. Mən nə bilim. Bəlkə nəsə bilir, bizə demir. Bilmirəm. Sənə nə olub? Heç nə, yaxşıyam. Görəm axı yaxşı deyilsə, nə olub sənə? Amma başım ağrıyır, yorğunam. Nəysə yadıma salmaq istəyirəm, alınmır, heç nə yadıma düşmür, əsəbləşirəm. Nə yadına düşmür? Leyla cavab ver də. Nə olub Vəfaya? İlkinlə Vəfa. Sevgilidirlər. Orada olanda dostlaşıblar. Sonra da belə. Nə var ki burada? İlkin mən bilən yaxşı oğlandır, mədənidir, tərbiyəlidir. Yox. Leyla, o bir qədər fərqlidir bacısından, elə deyil. Yox, olmaz. Bu iş olmaz Nigar. Mən razı deyiləm. Yox. Nigar, çox xahiş edirəm. Sən bir Vəfa ilə danış, başa sal onu. Bax, mənə qulaq asmasa da sənə 100% qulaq asacaq. Səni özünə yaxın bilir. Leyla, sən sakitləş. Mən danışaram Vəfa ilə, amma sən niyə razı deyilsən, mən onu başa düşə bilmirəm. Bu işə mane olmalıyıq. Başarsan olmaz. Əlbəttə olmaz. Bu iş olmaz. Mümkün deyil. Leyla, başa düşürsən?
Bu bizim işimizi çətinləşdirəcək. Bizə problem yaradacaqlar bunlar. Biz nəsə eləməliyik. Bunları ayırmaq lazımdır. Amma yavaş-yavaş da belə qəti şəkildə yox. Sevilə görə. Hə. Sevilə görə. Bax gör, sən nələr çəkdin bu ailədən. İndi də çəkirsən. Bunlar sənə gün vermirlər. Nigar, biz hara, onlar hara? Onlar hansı təbəqənin insanlardır? Mən kiməm axı, hə? Adi bir həkiməm. Səncə mən onlarla ayaqlaşa bilərəm? Nə bilim, fikirləşdim bəlkə ayrı yaşasalar yaxşı olar. Yox. Eşidirsən, yox. Bu qadın mənim uşağıma gün verməz. Harda olsa gedib tapacaq. Yox, mənim sevilə veriləcək qızım yoxdur. Nigar, mənim uşağım həssasdır, atasız böyüyüb. Mən də istəyirəm ki, mənim uşağım rahatlıq görsün, xoşbəxt olsun, getdiyi evdə xoşbəxtliyi olsun, istəmirəm narahat olsun, sevir harda olur olsun, dünyanın o başında da olsa gedib tapacaq onları. Yazıq balamın xoşbəxtliyini burnundan gətirəcək. Yaxşı, yaxşı Leyla, sakitlərsən, sakit ol. Nigar, çox xahiş edirəm. Xahiş edirəm. Danış Vəfa ilə. Vəfa ilə danış, başa sal onu. İşdirsən, bax mən sənə güvənirəm ha. Yaxşı danışarım, yaxşı. Yaxşı. Leyla. Nigar. Bax, söz arasında soruş. Bəlkə bunların arasında nəsə olub, hə? Öyrən ha bunu. Yaxşı danışarım. Narahat olma, soruşarım. Yaxşı. İşin də olur. Aysel səninlə nə yadına düşmür qızım? Bilmirəm də, yadımda olsa niyə daha soruşuram? Nəsə ona mən fikir vermə. Başım çox pis ağrıyır, çox pis. Özümü pis hiss eləyirəm. Başın ağrır, get dərmanı iç, uzan. Başın ağrısı keçsin. Gedirəm. Qalxıram otağa. Get. Yazıq qız gözümün qabağında şam kimi əriyir bir anara görə. Gel. Var. Nigar, necəsən? Narahat eləmədim ki. Yox, nə danışsın? Bilirsən, bayaqdan düşünürəm ki, Nəyi? əslində bayaqdan deyil, bir müddətdir bu haqda düşünürəm. Cəsarətimi toplaya bilmirdim, sən bunu bilirsən. Nigar, mən istəyirəm ki, sən razılıq verəsən, biz də evlənək. Əgər xətrimlə dəydimsə, üzr istəyirəm. Amma məqsədim bu deyildi.
Sadəcə neçə vaxtdır cəsarətimi toplaya bilmirdim. Axır ki, bugün topladım dedim. Mənim böyük oğlum var. Nigar, bilirəm. Amma mən düşünürəm ki, Muradla bir problem olmayacaq. Özün də görürsən ki, biz Muradla artıq dostlaşmışıq. Əslində heç əvvəl də elə bir problemimiz yox idi, hər şey yaxşı idi. Amma son zamanlar daha da yaxınlaşmışıq. Nigar, mən istəyirəm ki, biz xoşbəxt olaq. Lap istəsən, xaricə köçərik, özümüzə uyğun bir ev taparıq, Muradı məktəbə qoyarıq. Mən əlimdən gələn eləyəcəm ki, biz xoşbəxt olaq. Həm də elə buradan getməyə bizim üçün də yaxşı olar. Nigar, əgər yox deyəcəksənsə xahiş edirəm. Tələsmə. Ged evə rahat düşün. Ondan sonra qərar verərsən, amma xahiş edirəm, yox demə. Hə, Nigar, nə deyirsən? Nigar, xahiş edirəm, yox demə. Murad nə desə olacaq. Nigar, xahiş edirəm. Mən Muradla danışmamış heç nə deyə bilmərəm. Yaxşı, yaxşı. Ən azından bir şansım var. Nigar, mən sənə söz verirəm. Sən razılaşsan, bizim doğrudan da gözəl ailəmiz olacaq. Mən gedirəm. Axşamınız xeyir Səbih xanım. Axşamın xeyir Ömür. Asil nəzarətlə. Zəhra yatıb. Asil də otağında. Mən gedim. Gecəniz xeyir. Bir sözünüz yoxdursa əgər. Eşitdim Muradın təhsil haqqını ödəmisən. Ha, ödəmişəm. Elə o gün ödədim. Nədir ki? Onu da eşitmişəm ki, Nigar olan restorana getmisən. Qəsdən. Onların hesabını ödəmisən. Nigar da o hesabı sənə qaytarmağa gəlib ora. Düzdür? Səbih xanım. Bura bax. Məsələ. Nə qədər nalamuxa vurmaq olar. Mən sənə demişdim. Mən sənə demişdim ki, qızımın yanında ol. Onun arxasında ol. Demişdim. Səbih xanım, elə ona görə qalmışam.
Aysel yaxşı olan kimi boşanacağım. Yollarımızı bir dəfəlik ayıracağım. Sən Aysel'dən ayrıla bilərsən, dünyanın o başına da gedə bilərsən, bəs qızım. Bəs Zəhra, düşünmüsən onu? Sevxam, Zəhra. Sən buradasan, Bax, bugün buradasan. Oğul neradadır? Buradadır? Yox, yanında deyil. Vaxtında, mütəmadi gedib onu deyə bilirsən, yox. Əlbəttə yox. Aysel'dən ayrılandan sonra Zəhranı da görməyəcəksən. Murad, oğlan uşağı da özü böyüdü. Amma Zəhra qız uşağı da özü balaca. Düşünmüsən bunu? Sevxam, Zəhra mənim balamdır. Mən ondan ayrılmıram. Özünü zor edirsən. Sən özün öz dediyinə inanırsan, inanmırsan. Mən sənə için demirəm. Aysel'i qoyub gedə bilərsən. Aysel'in elədiklərini də yadından çıxarta bilərsən. Sənə qarşı elədiyi bütün fədakarlıqları yadından çıxarta bilərsən. Amma qızını yadından çıxartmağa sənin ixtiyarın yoxdur. Sən atasan. Sən çox gedəcəksən, sənsiz yetim böyüyəcək sənin qızın buralarda. Fikirləşmirsən onu? Yenə deyirəm, Murad oğlandı, böyüdü. Amma Zəhranın sənə ehtiyacı var. Bunu heç vaxt yadından çıxartma. Bildin? Axşamın xeyir. Axşamın xeyir ana. Nə oxuyursan? Mən İlqar Fəhmiyyən romanını çox qəşəng deyə. Maraqlıdır. Hə, Gərək mən də oxuyum. Dərslərin necə gedir? Allah gedir, hər şey çox yaxşı idi. Bugün də riyaziyyatdan imtahana girdim. Səncə neçə aldım? Neçə? 5. Afərin. Görsən, bax, o vaxt riyaziyyatdan məşğələyə getmək istəmirdin. Amma indi onun sayəsində 5 alırsan. Düz deyirsən. Nə bilim, həvəsim yox idi da. Amma indi istəyirəm. Ay sən. Tural mı görəsən bir də bizə nə vaxt gələcək? Tural? Hə, bir yerdə oyun oynayırdıq. Udmuşdum onu. Yenə gəlsin, yenə udum, Murad, mən sənə bir söz demək istəyirəm. Düzü bilmirəm necə qəbul eləyəcəksən. Ona görə də bilmirəm necə deyim. Amma sən böyük oğlansan da. Ona görə də bunu sənə deməliyəm. Amma sən nə qərar versən olacaq. Yaxşı? Nə olur ki? Nəsə olur? Heç nə olmur. Bəs nə? Nə deyəcəksən mənə, ana? Ümidim yox daha itirib qorxmağa. Nə qaldı geriyə dəyəri qorumağa. Dəyərmi yormağa, üstünü sorlama. Sevginin dəyəri
həlak olan uşağın səhvinə, dünyanın dərdinə. Ağlar qaralanır, xaini xəyanətindən ümidim yaralanır. Bir yanı o tutur, bir yanı qasırğalar. Hər günüm bir dəhşət, bu qədər dağılmalı. Dünyanı düzəltməyə alimi yox uyudu. Baxıram bugünümə və sabaha yox ümidim. Ümidim yox daha itirib qorxmağa. Nə qaldı geriyə de dəyəri qorumağa. Dəyərmi yormağa, üstünü zorlama. Sevginin dəyəri yox, bədəli çox baha. Ümidim yox daha itirib qorxmağa. Nə qaldı geriyə de dəyəri qorumağa. Dəyərmi yormağa, üstünü zorlama. Sevginin dəyəri yox, bədəli çox baha. Sabahı düşünsəm, inanma çox dözəm. Biz anı yaşamırıq, geçmiş daha gözəl. Haksız güc qəddar, zəif hak çarəsiz. Ədalət olmadı, dünyada lap əzələr. Nə gözəl, xəyallar sular batır. Kim ki düşünür gözəl, yolun axırına çatır. Bəlkə düzələr, deyə mən çox gülürdüm. Görəsən düzələrmi, deməsəm yox ümidim. Ümidim yox daha itirib qorxmağa. Nə qaldı geriyə de dəyəri qorumağa. Dəyərmi yormağa, üstünü zorlama. Sevginin dəyəri yox, bədəli çox baha. Ümidim yox daha itirib qorxmağa. Nə qaldı geriyə de dəyəri qorumağa. Dəyərmi yormağa, üstünü zorlama. Sevginin dəyəri yox, bədəli çox baha. Bacarsan geri qaytar bir dəqiqə saniyəni. Gəmilər ötüb artıq, ruhum tək sahildədir. Göyərtə uzaqlaşır, əlvida yellənir əl. Baxma ki dik durmuşam, mən əslində yerlə birəm. Negativ tərk edir ruhu cismimdə ağrılarla. Elə bir yara izim var, düzəlmir sarğılarla. Ömrümün hər baharında günəşsi çox üşüdüm. Və gördüm yalan hər təsəlli, onun üçün yox ümidim. Ümidim yox daha itirib qorxmağa. Nə qaldı geriyə de dəyəri qorumağa. Dəyərmi yormağa, üstünü zorlama. Sevginin dəyəri yox, bədəli çox baha. Ümidim yox daha itirib qorxmağa. Nə qaldı geriyə de dəyəri qorumağa. Dəyərmi yormağa, üstünü zorlama. Sevginin dəyəri yox, bədəli çox baha. Aysel. Bağışla beni. Aysel, mən heç vaxt səni incitmək istəməmişəm. Səni tək qoymayacağım. Gel, gel. Həmişə yanında olacağım. Ana nə olub dedə? Nə demək istəyirsən mənə? Oğlum, Tural, Hə, bizə gələcək. Nə vaxt? Gəlsinə gəlsin, udum onu yenə. oğlum, Tural məndən evlənmək istəyir. Necə yəni? O sənin sevgilindir? Hə? Sən nəyim ana? Sən Tural'la sevgilisən? Dinən də.